Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda sizə göbələyin marina edilməsini təqdim edirəm. Bu cür marina olunmuş göbələkdən istəsəniz salatlarınızda istifadə edə bilərsiniz. İstəsəniz də soyuq qalyonaltı kimi yeməklərinizin yanında süfrəyə təqdim edə bilərsiniz. Hazırlama qaydası sizin üçün maraqlıdırsa videomu izləyə bilərsiniz. Hazırlamaq üçün 1 kiloqram xırda ölçülü şampinyon göbələyinin üst pərdəsini təmizləyib, yaxşı yumuşuq, yaxşı olar ki biraz suda saxlayıb sonra götürək. 1 ədəd iri ölçülü kök, 1 ədəd baş soğan, 1 ədəd bulqar bibəri, 3 diş sarımsaq, 3 ədəd dəfnə yarpağı. Sonra 1 çay qaşığı yarım duz, 2 çay qaşığı şəkər toz. Sonra qara üyüdülmüş toz biber istifadə edirəm. 3 xörək qaşığı alma sirkəsi götürmüşəm. İstəsəniz üzüm sirkəsi ilə də əvəz edə bilərsiniz. 1 xörək qaşığı zeytun yağı istifadə edirəm. İndi hazırlamağa başlayıram. Bir qazan götürürük. Göbələkləri qazanın içərisinə yığırıq. Sonra üzəri təmizlənmiş kökü sürtkəcin belə bir gözündən keçirdirik. Gördüyünüz kimi kökləri bu şəkildə sürtkəcdən keçirtdim və sürtkəcdən keçirtdiyim kökləri göbələyin üzərinə əlavə edirəm. Sonra qabığı soyulmuş 1 ədəd baş soğanı təmiz yuduqdan sonra belə bir uzunsov şəkildə samanvari formada doğrayıram. Doğradığım soğanları da kökün üzərindən qazanımıza yığıram. Belə bir formada. Sonra 3 diş sarımsağı belə bir ölçüdə doğrayıram. Və tərəvəzlərin üzərindən qazanımıza əlavə edirəm. Balqa biberinin kənarlarını kəsirəm. İçərisinin tumunu ayırıram. Uzunsov şəkildə doğrayıram. Doğradığım balqar biberlərini də tərəvəzlərin üzərindən qazanımıza yığıram. 3 ədəd dəfnə yarpağını da tərəvəzlərimizin üzərindən əlavə edirəm. Bismillahirrahmanirrahim. Duzumuzu əlavə edirəm. Şəkər tozunu əlavə edirəm. Sirkəni əlavə edirəm. Sonra duru yağ əlavə edirəm və ən sonda qara üyüdülmüş toz biberini əlavə edirəm və qazın üzərində 7 dəqiqə qaynadırıq. Qazın üzərindən götürəndən sonra qazanın qapağını bağlayırıq. Otaq temperaturunda soyuyana qədər saxlayırıq. Soyuyandan sonra 24 saatda soyuducunun aşağı gözündə saxlamaq lazımdır. Göbələklərimiz hazır oldu. Əziz izləyicilərim, mən hazırladım, dadını çox bəyəndim. Siz də hazırlayın, necə dadlı olduğuna özünüz əmin olarsınız. Satışda olan marinovun göbələklərdən fərqli olaraq çox dadlıdır. Yeni il süfrələrinizin bəzəyi olan salatlarınızı belə göbələklərlə dadlandırın. Videomu bəyəndinizsə, kanalıma abunə olmaq, like düyməsini basmağı sizdən xahiş edirəm. Yeni videolarda görüşmək ümidi ilə. Allaha əmanət olun. Süfrələriniz ruzili, bərəkətli, bol olsun. Yeni iliniz xeyirli, uğurlu, düşərli olsun inşallah.